Müharibə zamanı 2 dəfə yaralanmışdım bir Füzulidə və sonda ağır yaralanmam Şuşada oldu. Həmin döyüş yolunu keçərkən yəni mənim bir arzum vardı ki, musiqi yazmaq. Qara Qarayevə qulaq asarkən deyirəm ki, heç də Mahlerdən, heç də Beethovendən geri qalmır. Döyüş yolum Füzulidən başladı ta Şuşaya kimi. Əfsuslar olsun, döyüş yoldaşlarım hamısı şəhid oldu. 2 nəfər sağ çıxmışıq, yəni qazi olaraq. Çünki bizim bölük Şuşada ağır itki verdi. Arzum olub ki, qayıdarkən döyüş yoldaşlarım üçün bir əsər bəstələmək və bu tipik standart əsər tipində olmasın. Onların əsl hisslərini, əsl duyğularını musiqidə ifadə edə bilim. Və şükürlər olsun, çox qismət oldu. Mən qayıtdım və bu işi gördüm. Bu həqiqətən də məni xoşbəxt etdi. Yəni bu musiqini yazandan sonra musiqi dəfələrlə səsləndi xarici ölkələrdə, burada və çox böyük rəğbətlə qarşılandı. Hal-hazırda da işlərimdən biri Aslan TV-nin layihəsi olan bir film var. O da bir qazinin həyatı haqqındadır. Çox ağır dramaturji bir filmdir. Kadrlar öz-özlüyündə çox maraqlıdır və hər kadrda özünə görə rəngli musiqi formatı istəyir və musiqi elə olmalıdır ki, həmən kadra nə mane olsun, nə də onu geridə qolsun. Ona görə də kadr quruluşu və musiqi hal-hazırda düşünürəm ki, çox böyük vəhdət daşıyır və inşallah da çox gözəl feedback verəcək izləyicilər tərəfindən.